Və bu günlərdə hələ bunu biz başqa yöndən baxsaq ki, qamətin bu gün apardığı təbliğat, qamət əvvəlki kimi elmi təbliğat aparmır. Qamət əvvəlki kimi elmi təbliğat aparmır. Həbisin biri o YouTube kanallarının birində çıxıb danışmırdı, demirdi şeyx elm oxumur, nə bilim. Biz oyuna oturduq, söhbət elədik, gördük. Elmi səviyyəsi yoxdur. Həbis həmin anda o yalançı o məlumatı verəndə elə şeyx həmin vaxtı Dubayda dövriyyədə idi. Yəni gör nə qədər bu insan yalancıdır. Ya bulan içi qurtludur da. Yəni sənin içində qurd olan o kini, o nifrəti, o içdə olan bütün şeyləri hamısı çıxardır üzə Allah Subhanahu taala. Yəni çıxardır və göstərir cəmaata ki, baxın da bunlar nə gündədir. Bu qardaşlardan biri də şeyxin 2006-cı ildən bu günə keçdiyi dərsləri qoydu ortaya. Bir də bunun dərslərini qoydu ortaya. Hələ yaxın dura bilmədi ya. Ya buradan mən də bir-iki dənə də əlavə eləyim ki, o xəbis və o Mədinədə oturan bunların baş bilənləri var. Onlar hamısını bir yerə, dərslərini yığsın, hamısını bir yerə. And ola Allaha deyirəm, şeyxin 98-ci ildən Əbu Bakr Aslandan ta bugünə keçdiyi dərslərin yarısına gəlib çata bilməz. Mən buna adımı kimi bilirəm, istənilən bir adamda bunu sübut eləyə bilərəm. Şeyx elm oxuyanda, elm öyrənəndə bu xəbis qarşılıqda oturub burnu ilə qurdalanırdı. İndi deyir ki, şeyx elm oxumur, elm öyrənmir. Yalancıdır da qardaş, həmin yalancı nə deyəsən? Təsəvvür elə bu sözləri dediyi anda şeyx Dubayda idi, dövriyyədə. Elmi dövriyyəyə getmişdi. Belə adama nə deyəsən qardaş? Bu birisi də elə bunun tayıdır da, eyni fikirdə, eyni düşüncədə olan insanlardır da. Bu rədd verir, yəni heç kəs vermir. Nə var? Vermirsən də sən verirsən, əlhamdülillah. Gərək indi gözümüzü soxasan ona. Yayın səsimi geçsin, qoy qulaq assınlar, bəlkə ürəkləri bir rahatladır.